Mən bu verilişin həkimlərinə, o cümlədən İlyas həkimə, Vüqar Müştülü həkimə mən özlərinin təşəkkürümü bildirirəm. Mən birinci günü həkim verilişdə oldum, ikinci günü mənim ayağıma getdim İlyas həkim müayinə elədi, damarlarımı yoxladı. Damarlarımda heç bir problem çıxmadı, çox şükür. Göndərdi ki, sənin problemin sümüyündə, ayağındadır, topuğunda. Vüqar həkimin qəbuluna getdim və onun pasientləri qapının ağzında çox olmağına baxmayaraq, işi vaxtı çox olmayaraq, ixtisara salıb bir şəhid bacısı kimi, şəhid xanımlarına, ana bacılarına, yaxınlarına öz hörmətini bildirərək məni növbədən kənar qəbul elədi və ayağıma iynə vurdu. Dedi, ayağının ağrısını mən bir iynə ilə aparacağım. Dünən vurulub mənim ayağıma iynə, bugün mən dünənki ağrılar məndə yoxdur. Ayağımı yerə basa bilmirdim. Vaxtilə ayağımda qırıq olmuşdu. Mən ayağımı, əlimi tuta-tuta gedirdim. Verilişə gələndə də heç ayağımı yerə basa bilmirdim. İndi şükür bugünkü günə həkimin bircə dənə iynəsindən sonra bir günün ərzində mən ayağımı yerə basa bilirəm. Mən günortadan sonra heç ayağımı yerə basa bilmirəm. Ayağım şişir, dəqiqəvi ayağıma olmurdu. Həkimlərin o şəfalı əllərindən öpürəm. Onlara uzun ömür, can sağlığı, birinci özlərini arzulayıram. O can sağlığı, şəfalarından da ki, bizi kimi xalqının, millətinin insanlarına ki verirlər. Bizi bir günə, 3 aya, 2 aya əməliyyatdan sonra ayağa qaldırırlarsa da mən onlara dərin təşəkkürümü bilirəm. Səmimi qəlbdən, bütün şəhid ana bacılar adından.